Davam edirik. Bugündən etibarən xaricdən gətirilən və dəyəri $800 çox olan mobil telefonlara gömrük rüsumu tətbiq ediləcək. Rüsum müəyyən edilmiş həddən çox olan hissəyə hesablanır. Rüsumu ödəməyib gömrükdə bəyan etməyənlərin telefonu isə 3 ay sonra bağlanacaq. Bugündən etibarən gömrükdə bəyan edilməyən mobil telefonlar qeydiyyata alınmayacaq. Bu qayda dəyəri $800-dan çox olan telefonlara aiddir. Burada proses 2 mərhələdən ibarətdir. Birinci mərhələ yeni gətirilən və qeydiyyatda olmayan mobil cihaz gömrük orqanlarına bəyan edilir və ikinci mərhələdə artıq Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi tərəfindən qeydiyyat prosesi tamamlanır. Bəyan etmə prosesi şəxslər gömrük sərhəd buraxılış məntəqələrinə yaxınlaşarkən yazılı bəyan etmək şəklində elektron köşklərdən istifadə etmək və yaxud da ki, Smart Customs applicationdan istifadə etməklə bəyannaməni rahat bir şəkildə elektron qaydada gömrük orqanlarına təqdim edə bilərlər. Ödənməli rüsum məhz müəyyən edilmiş həddən artıq qalan hissədən çıxılır. Yəni, vətəndaşın gətirmək istədiyi telefonun qiyməti $1000-dırsa, bu zaman rüsum yerdə qalan $200 görə hesablanır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, mobil telefonların IMEI nömrəsinin qeydiyyata alınması prosedurunda da dəyişiklik edilib. Cari ilin fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədi ilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların IMEI nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Qeydiyyat Mərkəzi tərəfindən qeydiyyata alınmayacaq. Qeyd edək ki, mobil telefonların bəyan edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinin internet səhifəsindən məlumat almaq mümkündür. Kənan Qafar, Aydın Bayramov, Xəzər Xəbər.